Bura Yasamal rayonu Lev Tolstoy küçəsidir. Gördüyünüz bu zirzəmidə 15 ildir ki bir ailə yaşayır. Ailə 5 nəfərdən ibarətdir. Onlardan ikisi az yaşlı uşaqdır. 65 yaşım var. Bax bu şəraitdə biz artıq 15 ilə yaxındır ki yaşayırıq. Bunu bizə üstəki qonşu verib. Dedim cəhənnəm küçədə qalmaqdansa ver oturaq. Ondan əvvəl harada yaşayırdınız? Ondan əvvəl biz təzə gəldik. Mən bunu müalicədən gətirdim. Almanyadaydıq. Gətirdim müalicədən. Müalicəsi qutardı, epilepsiya görə getmişdi ora. Gəldi, gələn kimi də yersiz qaldıq. 2-3 gün elə biz küçədə qaldıq. 2 gün vağzalda qaldıq. Yer yox idi də. Sonra bunu... Yəni siz əvvəllər Almaniyada yaşamışsınız? Almaniyada bir 10 il qaldıq, gəldik. Bunun müalicəsinə görə getmişdik. Neysə, gəldik, girdik bura, verdi bizə. Biz bura girəndə, başlı dizə qədər burada su var idi. Bura ne gündeydi? Bütün pauçinalar, yani başımıza belə keçdik ki pauçinalar. Bunu yığışdırdıq. Yazıq özü də bizə kömək elədi qonşuyu. Gətirdi, yorğan verdi, döşək verdi. Gələlik qalında. Yavaş. Mecburam da 30 yaşı var. Evləndirməliydim bunu. Düzəltdi, gözümüzü tutduq. Bir hardasa 3-4 il qaldıq. Sonra bunu evləndirdim. Yerim yoxdur, ara gətirəcəm. Gəlini də gətirdim bura. O zülümdən hələ biraz islikə üzdən kömək elədilər. O bu biz remont elədik də, təmir elədik buranı. Hamilə idi də, uşaq gələcək, heç olmasa təmiz evə gəlsin. Bunu təmir elədin, eləmədin, tökülür bura. Bura sırıstı. Pastayanla biz buradan ancaq elə qaldırmışıq, xəlçə olub burada balaca vermişlər bizə. O xəlçəni daşıyırdıq bayra suya axa-axa. Qoyurduq, qurudurduq, yaxalayırdıq, gətirib təzən salırdıq bura. 2 gündən bir, 3 gündən bir səhər yuxudan dururuq, ayağımızı yerə qoyuruq şırt suyun içinə. Bu zülümlə biz burada qaldıq. Çünki burada padval var. Padvaldan su qalxır. Grunt suyu qalxır yerdən. Çoxaldı qalxacaq su. Axır evə. Neysə bir təhər dözdük də burada. 2 dənə uşaq doğuldu. Hara getdim, şikayət elədim. Biz ev verə bilmərik, biz ev vermirik. Mən Azərbaycan vətəndaşıyam, düzdür. Mənim heç saat heç propiskam yoxdur Bakıya, qeydiyyatım yoxdur. Absolut da yoxdur ha. Hələ boş pasportdur məndə. Harada gedirsən bu pasport distribusiyonu da öldür. Bunun heç qeydiyyatı yoxdur. Uşaqlar da bəşdə elədi. İndi bu uşaqdır da, bu ölkənin uşaqlarıdır. Bunlar oxumalıdırlar, məktəbə getmədilər, bağçaya getmədilər. Bunları bir təhər indi yalvar, yaxal bir yerə qoyduq. Burada qaz deyilən də şey yoxdur. Ancaq elə işıqlandı hər şey. Bir dənə mənim pensiyama belə adam yaşayır. Onunuz işləmir. İşte kimi onu işə götürər? 2 gündən bir yıxılır, ürəyi gedir. Aparmışam, salmışam bir dənə işə, gizlətmişəm, deməmişəm. 5 gün işləyib, 10 gün işləyib, sonra bir gün pristav vurum bunu götürüb atıb laboratoriya. Allah sən Allah rədd elə bunu deyir, qorxulu bir şeydir deyir. Yıxılar, başı dəyər ora bura deyir, ölər eləyər, biz deyə cavab verəcəyik ona görə. Ona görə qovurlar işdən. Gəlin də onun kimi, o da epilepsiyadır. Sosial yardım bizə düşmür, çünki işləyən yoxdur. Bir yerdə bir nəfər işləməlidir ki, onun üstünə gəlsin. İşləyirəmsə mən neyinirəm sosial yardım, elə özüm qazanıram da. Deməli işləməyənə lazım da sosial yardım. Bizim qanunlar tamam əksliyə. Mənim başım çıxmır, bu nə qanunlardır. Belə də sürünə qalmışıq burada. O indi gətirəcək bir də çörək verəcək, bu gətirəcək bir də. Nə qədər insan yolcu kimi yaşayar öz vətənində. 2 uşaq. Gül kimi də uşaqlardır. 2 yaşlardır. Birinin 10 yaş olacaq hələ. O birisi də ki 5 yarımdır. O balaca, bunu demirəm, bu əlaçıdır. Bu məktəbin gözüdür. O da ki onun kimi geri qalmır. Bacı onunla da məşğul olur, anaları müəllimədir. Bütün günü bunlarla məşğul olur. Epilepsiya da olsa oxuyub da indi qutarıb, bu Maxaçqalada qutarıb, diploma oranında, o da burada keçmir. Uşaqlar əlaçıdır. Bunların gələcəyi var. Biz nə bilirik bu uşaq gələcəkdə xeyirli bir insan ola bilər də. Bu uşaqlar nəsə ola bilər də. Bunları indi niyə öldürmək? Bax, əskər böyüyür. Sabahları bu əskər gedəcək. O əskər necə yaşadı, o yaş çatdı? Qızdırmadan qutarmır o uşaq. Pastayanı sırıstı, pastayanı balnisalarda. Bütün dokumentlər də var, yoxlaya da bilərlər. Bu bursa alergiçlə. Nə gündədir, bədənimiz nə gündə. Allah. Nə qədər çəkək biz bu zülümü? İndi deyirik, heç olmasa nə qədər ölməmişik, sağıq. Bunlar yazıq da. Mən istəmirəm, mən cinayətkar olum, mən qatil olum. Mən bu uşaqları öldürmək istəmirəm burada. Belə ki, söyləyəcəklər, göz görə ölürlər də bu uşaqlar. Xəstəlikdən qutarmırlar. Bu da yatıb balnisada, onun qədər yox. O pastayanı balnisada da balaca. Hansı xəstəliklə bağlı? Qarın işləyir, mikrobdur. Apardıq, mikrob düşdü. Qızdırmadan pastayanı gedir. Bir dəfə biz onu apardıq, 5-6 aylıq idi.
Xəstəxana getdik, buradan gəlib həkimlər aparanda dedik, yox, istəmirik больницada bir əlac eləyin də. Xanım deyir, onu öldürə bilərsiniz siz, o öləcək uşaq. Siz nə danışırsınız? 40 qızdırma ilə deyirsən, siz deyirsən uşağı saxla evdə. 5-6 aylıq uşaq. O vaxtdan больницalarda indiyə qədər 5 yarımdır. Heç o больницadan çıxan gün olmur. İstəyim heç nə, istəyim deyirəm, bu uşaqlara bir dənə şərait qursunlar. Yayda havası yoxdur, bu zülümdür. Boğuluruq. Hava girmir axı bura, hardan girsin? Nəmişdik. Qışda marazilka, yerə uşağı qoya bilmirik. Bu kafilin üstündə insan necə gezər? Betonlu da yer. Bu betonun üstündə insan gezməz, uşağı yerə qoyma. Bu kravatdan o kravata, o kravatdan bu kravata. Ayağınızı yerə qoymayın. Onsuz da ayaqlar bumbuz. Nə qədər corab giyindir, ayaqlar bumbuz. Özümüz qırılırıq. Mənim ayaqlarım şikəst olub, artıq yeriyə bilmirəm. Prezident aparatına eləmişəm. Baksovetə getmişəm. Sabayla getmişəm. Dedim, qaçqınlar yerləşdiriləndən sonra evlər boşalacaq. Hə, bu rayondasızsa, bu rayonda sizə yer verərik. O qədər qaçqın boşaldı ki, o qədər yeri boşaldı, qeydiyyata götürdülər. Biz çağırın da, zəng eləyin də, gözləyirsiniz, ölək biz qəbirstanlığa çağırasınız bizi. Biz yaşamaq istəyirik. Mən bir dənə yaşamaq istəyirəm, heç nə. Özüm də cəhənnəm, uşaqlar yaşasın, yazıqdılar. Vallahi yazıqdılar bunlar, mənim bunlara yazığım gəlir. Sabahları mən öldüm, getdim, bunlar mənim yoruma söyləyəcəklər. Nənə vaxtında bir şərait qurmadın bizə, çıxdın, getdin. Bunlar bacarmır, bunlar epilepsiyadır, heç biri bacarmır. Ne bilim, mən insanam da. Deyirəm, nə qədər sağam mən xilapatəs eləyim də, mən əlləşim, vuruşum, bunlara bir gün verim də. Sonra ölsəm də cəhənnəm, bilərəm ki, uşaqlara bir gün verdim. Ümid edirik ki, aidiyyatı qurumlar və yaxud imkanlı şəxslər bu ailənin vəziyyətinə biganə qalmayacaq.